Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir məlumat olma məsələsi var idi. Bu sualın cavabını vermək istəyirəm sizlər üçün. Demək bizə verilib AB tərəfi 7, AC 8, BD-ni x verib, DC-ni 4 verib və BD-ni tapılmasını istəyir bizdən. Həmçinin bucaqlarda görürüz ki, alfa və 2 alfalar qeyd olunub. Baxın müəllim, burada 2 alfanı biz yarıya bölməsi tənbəlini çəkə bilərik B təpəsindən. Amma o yol ola bilsin daha uzun olsun. Başqa bir yol nə yol ola bilər? Baxın, AB məsafəsi qədər B nöqtəsini uzada bilərik biz. AB 7-dir, demək B-dən də 7 sm parça çəkə bilərik. Tutaq ki, hər hansı bir 7 sm parça çəkdik. Tutaq ki, bu olsun K. İndi isə A ilə K-nı birləşdirə bilərik. A ilə K-nı birləşdirək. Baxın mənlər. Bura 7 idi, burada 7 oldu. Bir xarici bucaq özünə qonşu olan 2 daxili bucağın cəmrinə bərabərdir. Bura alfadırsa, demək burada olacaq alfa. İndi baxın mənlər, biz burada oxşarı qalır. Niyə? Bura alfadır. Bura tutaq ki, deyək, B bucağı, burada olsun C bucağı. Balaca üçbucağa baxın, ADC üçbucağında. Alfa, B, C. Həmçinin böyük üçbucağa baxın. Alfa var, B var, demək böyük bu bucağın payını düşürək C. Ümumi C-dir. Bu 2 alfa isə burada nə qalacaq? Yerə qalır, C çıxılsın 2 alfa. Burada oxşarı qalır mənlə. Baxın, hər iki bucaqlar üçə bir-birinə bərabər demək oxşarı qalır. Böyük üçbucaqda C-nin qarşısında durur. 7x4. 11 plus x qalır. Düzdür? 11 üzərəsində x qalır. Bölünsün. Balaca üçbucaqda C-nin qarşısında durur. 8-ə nisbəti bərabərdir. Ta ki, böyük üçbucaqda məsəl üçün alfanın qarşısında durub 8 durub. 8-in balaca üçbucaqda alfanın qarşısında nə durub? 4 durub. 4-dən nisbəti. Üzr istəyirəm, 4-dən nisbəti. 8 4-ə bölünsək 16. Demək 11 plus x bərabər 16, x bərabər 5 imiş. Cavab 5.